Herkese salam dostlar. Bugün kainatı anlamaq videomuzun ikinci bölümüne keçirik. İkinci bölümdə göy cisimlərini anlayacağıq. Videomuza keçməzdən öncə kanalımıza abunə olub like atmağı unutmayın. Haydi videomuza keçək. Kainatda olan ən kiçik cisim mənim axtardığım məlumatlara görə 1 metrə 1.50'dir. Bu da o deməkdir ki 12-13 yaşında bir uşağın boyu qədərdir. Kainatda olan ən böyük cisim hələ bilinmir. Bu necə olur? Kainatın alimlərin fərz elədiyinə görə kainatın 5% 93 milyard işıq ilidir. 93 milyard işıq ili bilirsiniz nə deməkdir? 93 milyard işıq ili. Yəni min açan saymağınız 17 dəqiqə. Amma bunu milyarda çevirirsək bu 32 ilə qədər gəlib çıxa bilir. 93 milyard 5% fərz edilir. Niyə 93 milyard? Çünki alimlər o 93 milyarddan sonra keçə bilmirlər. Peyklərin dalğası kəsilir. Ona görə də kainatın hər yerini kəşf edə bilmirik və kainatda olan ən böyük cismi tapa bilmirik. Yəni kainatda indi araşdırdığı bildiyimiz 5%-in içində olan ən böyük cisim qara dəlikdir. Onun adı Ton 618. Onun olay ufku, yəni hadisə ufku deyilən yerdən qurtulacağımızı xilas edə bilərik. Bu qara dəlik haqqında başqa videoda sizə danışacağam. Bəlkə gələn video ola bilər, əgər bu videoya istədiyim qədər like gəlsə. Like'ımız və əgər bu videoya 10 like gələrsə növbəti videoda qara dəliklər haqqında danışacağam. İndi isə videonun əsas hissəsinə keçək. Bizim Günəş sistemində ən böyük olan cisim isə hər kəsin bildiyi kimi Günəşdir. Amma planetlərin içində olan ən böyük cisim isə Jüpiterdir. Jüpiter digər planetlərə qarşı olan fərq bunlardır. Birinci fərq digər planetlərə qarşı onun əyilmə bucağı 3%-dir. Digər planetlərin isə daha çox əyilmə faizidir və kainatda üzr istəyirəm, kainatda deyil, Günəş sistemimizdə olan ən böyük qasırğa ya Jüpiter ev sahibliyi edir. Bu qasırğanın içinə 3 dənə dünyanı sığışdıra bilərik. Bu bilirsiniz nə boydadır? Dünyanın çapı təxminən dünyanın ətrafında bir dövr etmək istəsəniz 40.000 kilometrdir. Bunu çevirdiqdə 120.000 kilometr edir. Yəni Jüpiterdə olan qasırğa 120.000 kilometr, çapı 120.000 kilometrdir. Günəş sistemimizdə isə ən kiçik olan cisim planetlərin içindən deyirəm Marsdır. Ən böyük peyki olan isə Saturn, ən böyük nənəçidir. Ən çox peyki olan Saturndur və beləcə bu videomuzun da sonuna gəlirik. Gələn videolara qədər görüşərik. Sağ olun. Kanalımıza abunə olub like atmağı unutmayın. Sağ olun.